bir nəfər əlində açar, yerlədir. Məktəbdə bizi ilə bir sinifdə oxuyan 2 alan deyir, təzə atelimi açıram. Sonra məktəbdə 3 alan, 2 alan idi o. Məktəbdə 3 alan yenə əlində açarı yerlədir. Deyir ki, yeni supermarket açıram. Məktəbdə 4 alan artıq açarı biraz daha zəif yerlədərək deyir, yeni moyka hazır yuyucuxana, Azərbaycanca moykamı açam, yanında bir çayxanası da olacaq, xidmanı gələrsən və məktəbdə 5 alan gedim qapını açım, hava biraz sərinləşsin. Bu videodan sonra təbii ki, orada analar mənim üzərimə hücum demişlər ki, siz nə deyirsiniz? Bu mənim sözüm deyil. Bu dünyada geniş yayılmış əylaçı sindromun əyani şəkildə göstəricisidir. Təəssüflər olsun ki, bir çox hallarda əylaçılar, bir çox halda demirəm həmişə, istisnalar da var bilirəm. Amma bəzən istisna olur, amma bir çox hallarda əylaçılar heç də həyatda uğur qazanmırlar. Ay dayım yoxdur, ay obursu yox, səbəb ayrıdır. Bu çünki dünyaya aid olan bir məsələdir. Səbəb də ondan ibarətdir ki,